Sıfırdan ingilisli öyrənirik. Gün 2, cəm isimlər. Azərbaycan dilində cəm şəkilçisi lar, lər. Bunu əvəz eləyəcək ingilis dilində s və yaxud da es. Hansının olması isə sözün bitdiyi son hərflərdən asılıdır. Gəlin bir neçə nümunəyə baxaq. Məsəl üçün, a boy, bir oğlan, boys, oğlanlar. Və yaxud da an apple, bir alma, apples, almalar. Sözün sonunda gördüyümüz bu s şəkilçisi lar-lər deməkdir. Bəs bu nə zaman olur? es, gəlin baxaq. A bus, avtobus, buses, avtobuslar. A fox, tülkü, foxes, tülkülər. A church, kilsə, churches, kilsələr. A glass, stəkan, glasses, stəkanlar. A brush, fırça, brushes, fırçalar. Demək ki, fikir verdinizsə əgər, sözün sonu s, x, ch, double s, yəni qoşa s, sh bu hərf birləşmələri ilə bitirsə, o zaman biz sonluğu es kimi yazırıq.